Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi. Salam, hörmətli tamaşaçılar. Cinayətçilərə verilən hər hansı bir cəza zərər çəkəni xilas eləmir. Məsələn, qatilə verilən cəza ölmüş adamı diriltmir. Oğruya verilən cəza oğurluqdan xəbər tutduqları vaxt ev yiyələrinin keçirdiyi həyəcanı, qorxunu və gərginliyi yaddan çıxartmır. Sürücüyə verilən cəza isə piyadanın maşına çırpıldığı anı geri qaytarıb onun tərcümeyi halından, yaddaşından, psixikasından silmir. Bugün Sənəli Dedektivdə söhbət açacağımız mövzu çoxlarını heyrətə gətirəcək. 2006-cı il dekabrın 19-da Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 273 saylı uşaq bağçasının həyətində anadan gəlmə ruhi xəstə olan Sərxan İxtiyaroğlu Rəhimovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilir. Sərxan Rəhimov 2001-ci ildən Bakı şəhər ruhi əsəb xəstəlikləri dispanserində kəskin ifadə olunmuş debillik dərəcəsində oligofreniya diaqnozu ilə qeydiyyatdaymış. Qəsəbədə hamı ilə normal münasibətdə olan və sakit həyat tərzi sürən Sərxan Rəhimovun vəhşicəsinə qətlə yetirilməsi bütün Hövsan cəmaatını sarsıtmışdı. Allah'a and olsun, bəlkə də inanmazsınız. O el olandan mənim çox əzizlərim rəhmətə gedib. O el olandan onları elə mən yadımdan çıxartmışam ki, belə işgəncə bu vəziyyətdə öldürməyə mənə çox təsir edir. Sərxanı tanıyırdıq, məhəllədə gözümüzün qabağında böyüyən uşaqdır, sakit, fağır, yazıq adam idi. Allah rəhmət eləsin ona. Heç kimə pislik eləyən uşaq olmayıb da, sağır, fağır uşaqdır. Heç kəsə pis olmayıb. Adicə aşağıda bizi görəndə həyətdə buraxmırdı bizi ki, gedin evə. Qız uşaqsız, nə gəzirsiniz həyətdə? Belənçinə uşaq idi. Heç ərədə tək buraxmazdı bizi. Mağazinə də getsəydim, bizi ilə bir yerdə gedərdi, gələrdi. Ölümü bizə çox pis təsir elədi. İnanırsan ki, biz neçə gün burada özümüzə gələ bilmədik. Hamımıza, heç belə işdə əlimiz yatmırdı. Mən 1979-cu ildən Daxili İşlər orqanında işləyirəm. 1992-ci ildən isə Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsində işləyirəm. Cinayət axtarışı baş əməliyyat müvəkkiliyəm. Mən indiyə kimi təcrübəmdə Sərxan Rəhimova qarşı, əqli cəhətdən zəif olan belə bir insana qarşı belə bir zorakılıq hərəkətləri görməmişdim. Yəni, onu çox qəddarcasını öldürmüşdü. Sərxanın qardaşı Faiq Rəhimov hələ 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Füzuli rayonu istiqamətində şəhid olub. Deyilənlərə görə Sərxan çox zaman əskər paltarında gəzirmiş və nə zamansa ermənilərdən qardaşının qisasını alacağını bildirirmiş. O xəstə uşaqdır, o qardaşı ilə olanda elə ağlayırdı o. Bax, 9 yaşında uşaq görürdü ki, biz ağlayır, o da bizlə bərabər ağlayırdı ki. Forma geyinirdi ki, mən qardaşım kimi əskəriyə gedəcəm, erməniləri öldürəcəm. Orada göstərim mi sizə şəkili də var, belə saldaş şəkili zadı. Kim əskərlikdən gəlirdi, gedirdi, onun həvəslənirdi, onun paltarını geyinirdi. Mən də gedəcəm erməniləri, bax, qardaşım getmişdi, mən də gedəcəm. 2006-cı il dekabrın 19-da Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə daxil olan zəng ilə əməliyyat qrupu hadisə yerinə yollanır. 30-cu polis bölməsi Leytenant Məmmədov eşidir. Harda hadisə olur? Bağçanın həyətində hadisə yerinə əməliyyat qrupası çıxır. On 9 dekabr 2006-cı il tarixdə Suraxanı rayon prokurorluğuna Hövsan qəsəbəsi 273 saylı uşaq bağçasının həyətində naməlum kişi meyidinin aşkar olması barədə məlumat daxil oldu. Bununla əlaqədar Suraxanı rayon prokurorluğu ilə 30-cu polis bölməsinin birgə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna 30-cu polis bölməsinin rəisi Fuad Məmmədli rəhbərlik edirdi. Hadisə yerinin ilkin müayinəsi istintaq hərəkətinə başlanıldı. Hadisə yeri müayinə edilərkən oradan bir ədəd İvanovka markalı araq, bir ədəd düymə, bir ədəd sim kart qırığı və bir neçə fraqment qırılmış saç sancağının hissələri aşkar edilərək götürüldü. Hadisə yerində aşkar edilmiş əşyalar müvafiq qaydada qablaşdırılaraq tərəfimizdən götürüldü və meyit müayinə olunarkən onun üzərində çoxsaylı bədən xəsarətlərinin olması müəyyən edildi. Meyidin üzərindəki xəsarətlər və onun başına salafan torbanın keçirilərək boğaz nahiyəsinə bağlanması ona dəlalət edirdi ki, mərhum qəsdən öldürülmüşdür.
Odur ki, faktla əlaqədar Suraxanı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması mənə tapşırıldı. Bizə lazım idi ki, həmin aşkar olunmuş meyidin şəxsiyyətini müəyyənləşdirək. Bununla əlaqədar biz həmin günü axşama kimi meyidin şəxsiyyətini müəyyənləşdirdik. Məlum oldu ki, həmin şəxs Hövsan qəsəbəsində 15 saylı binada yaşayan Rəhimov Sərxan İxtiyaroğludur. Hadisə yerində müayinə aparan hüquq mühafizə orqanlarının əməkdaşlarını indi bir sual düşündürürdü. Qəsəbədə olduqca sakit həyat tərzi sürən Sərxan Rəhimovu kim və nə üçün qətlə yetirə bilərdi? İstintaq qrupu bir neçə fərziyə üzərində işə başlayır. İstintaq fərziyyələri isə bunlar idi. Sərxan Rəhimov hadisələrin təsadüfi axarı zəminində yaranan mübahisə zamanı qəsdən öldürülüb. Sərxan Rəhimov 273 saylı uşaq bağçasının həyətindən keçən zaman orada spirtli içkilər içən şəxslərlə rastlaşaraq aralarında yaranan mübahisə zamanı öldürülüb. Sərxan Rəhimov 273 saylı uşaq bağçasının həyətindən keçən zaman orada olan qadın və kişi ilə rastlaşaraq aralarında yaranan mübahisə zamanı onlar tərəfindən döyülüb, öldürülüb. Sərxan Rəhimov evinə gedən zaman yolda tanıdığı və ya tanımadığı şəxslərlə aralarında yaranan mübahisə ilə əlaqədar 273 saylı uşaq bağçasının həyətinə gətirilərək döyülüb, öldürülüb. Sərxan Rəhimov ona sataşan yetkinin yaşına çatmayan şəxslər tərəfindən döyülərək öldürülüb. Sərxan Rəhimov əvvəllər aralarında narazılıq və ya ədavət olan şəxslər tərəfindən döyülərək qəsdən öldürülüb. Və sonuncu fərziyyə isə Sərxan Rəhimov ailə daxili münasibətlər zəminində qəsdən öldürülüb. İstintaq fərziyyələrinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi, hadisə yerində aşkar olunmuş araq butulkasının, qadın saç sancağının fraqmentlərinin, düymənin və digər əşyaların, o cümlədən telefon sim kart qırığının kimə məxsus olmasının müəyyən edilməsi məqsədi ilə əməliyyat orqanına tərəfimizdən müvafiq əməliyyat tapşırıqları verildi. Bununla paralel olaraq mərhum Sərxan Rəhimovun aldığı bədən xəsarətlərinin dərəcəsinin və həmin xəsarətlərin lokalizasiyasını, yaranma mexanizmini, o cümlədən onun ölümünün səbəblərini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası, hadisə yerində götürülmüş əşyalarla əlaqədar isə müvafiq kriminalistik ekspertizalar təyin edilərək keçirildi. Əməliyyat orqanına hadisə yerində aşkar edilib tapılmış İvanovka markalı arağın hansı mağazadan alınması məqsədi ilə tapşırıqlar verildi və müəyyən olundu ki, 18 dekabr 2006-cı il tarixdə Hövsan qəsəbəsində fəaliyyət göstərən mağazalarda həmin günü İvanovka markalı araq satılmamışdır. Bundan başqa, kriminalistik ekspertizanın rəyinə əsasən müəyyənləşdirildi ki, hadisə yerində aşkar edilib götürülmüş qadın saç sancağının fraqmentləri iki müxtəlif saç sancağına aiddir. O cümlədən hadisə yerində aşkar edilib götürülmüş bir ədəd düymə kriminalistik ekspertizanın rəyinə əsasən müəyyənləşdi ki, mərhum Sərxan Rəhimovun pencəyinin sol qolunun düyməsidir. Düymə sürtünmə nəticəsində qoparaq ayrılmışdır. Hadisə yerində aparılan müayinə zamanı oradan tapılan və qadına aid olan əşyalar hadisənin Sərxan Rəhimovun bağçanın həyətindən keçən zaman orada olan qadın və kişi ilə rastlaşması və aralarında yaranan mübahisə zamanı döyülüb öldürülməsi fəciəsi yaranır. Bu istiqamətdə aparılan təhqiqat nəticəsində heç bir nəticə əldə olunmur. İstintaqçılar hadisə yerində tapılan və ikiyə bölünmüş telefonun sim kartı üzərində iş aparmağa başlayırlar. Hadisə yerində aşkar edilərək götürülmüş sim kart qırığının sahibi tərəfimizdən müəyyənləşdi. Məlum oldu ki, həmin sim kart bir qadına məxsusdur və qadın da Hövsan qəsəbəsində yaşayır. Tezliklə qadın şəxsiyyəti müəyyənləşdirilərək istintaqa cəlb olundu və o verdiyi ifadələrində bildirdi ki, 2006-cı ilin oktyabr ayında nişanlısı ilə birlikdə uşaq bağçasının həyətindən keçərkən telefonuna çoxsaylı zənglər daxil olduğuna görə aralarında nişanlısı ilə narazılıq yaranmış və buna görə də mobil telefonunu və onun içərisində olan sim kartı qıraraq hadisə yerinə tullanmışdır. Qeyd olunan qadının nişanlısı da müəyyənləşdi və o da istintaqa dəvət olundu. Eyni məzmunlu ifadə verərək öz nişanlısının istintaqa verdiyi ifadələrini təsdiq etdi. Biz yenə də dayanmadıq və odur ki, telefondan sonuncu dəfə edilən zənglərin müəyyən edilməsi məqsədi ilə müvafiq mobil operatora sorğu göndərdik.
Məlum oldu ki, telefon nömrəsindən sonuncu dəfə 2006-cı ilin oktyabr ayında danışıq aparılmış və həmin vaxtdan etibarən telefon istifadədə olunmamışdır. Odur ki, biz belə bir qənaətə gəldik ki, hadisə yerində aşkar edilib götürülmüş sim kartın və o cümlədən onun sahiblərinin hadisəyə heç bir aidiyyəti yoxdur. İstintaqçılar üçün hadisədən əvvəl Sərxan Rəhimovu görən şəxsin müəyyən edilməsi çox mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, Sərxanı sonuncu görən şəxsin ifadələrinə əsasən onun marşrutunu və hansı istiqamətə hərəkət etdiyini müəyyənləşdirmək olardı. Cinayət işi ilə bağlı çox saylı şahidlər dindirilir, müvafiq əməliyyat tapşırıqları hazırlanır və son nəticədə müəyyən olunur ki, sonuncu dəfə Sərxan Rəhimovu görən şəxs Hövsan qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində işləyən Xanlar Mirzəyev olub. Xanlar Mirzəyev istintaq orqanına dəvət olundu və ifadəsində bildirdi ki, 18 dekabr 2006-cı il tarixdə saat 18-19 radələrində Sərxan Rəhimov onun işlədiyi kafeyə daxil olmuş və qısa müddət həmin kafedə olduqdan sonra çıxıb getmişdir. Hətta Xanlar Mirzəyev onu da bildirdi ki, Sərxan Rəhimov kafedə olarkən cibindən 3 ədəd konfet çıxararaq stolun üstünə qoymuş və həmin konfetləri Xanlar Mirzəyevə vermişdir. Bir qədər əvvələ qayıdıb onu da qeyd etmək istəyirəm ki, hadisə yerində mərhum Sərxan Rəhimovun meyidi müayinə edilərkən onun pencəyinin cibindən 2 ədəd konfet də aşkar edilərək götürülmüşdü və Xanlar Mirzəyevin istintaqa təqdim etdiyi konfetlər mərhum Sərxan Rəhimovun cibində aşkar olunub götürülmüş konfetlərlə eyniləşdirildikdən sonra məlum oldu ki, hər iki konfet vahid eynilik təşkil edir, yəni bir firmanın konfetidir və buna əsasən də ifadələrin həqiqətə uyğun olduğunu müəyyənləşdirdik. Xanlar Mirzəyevin ifadəsinə əsasən istintaqçılar müəyyən edirlər ki, Sərxan Rəhimov kafedən çıxdıqdan sonra Hövsan qəsəbəsindəki Suraxanski adlanan yerə tərəf hərəkət edir. Bu ərazidə çoxsaylı ictimai yaşayış obyektlərinin, mağazaların fəaliyyət göstərdiyini və eləcə də orada taksi sürücülərinin dayandığını nəzərə alıb Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə Sərxan Rəhimovu həmin ərazidə görən şəxsin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırıqları verilir. Müəyyən etdik ki, əməliyyat olunan Sərxan həmin gün evə gedən zaman hansı marşrutlarla hərəkət edə bilərdi, yəni evə gedə bilərdi. Sərxanın barəsində məlumatlar toplanıldı. Məlum oldu ki, Sərxan əqli cəhətdən zəif olduğu üçün o biraz qaranlıqdan qorxan idi, yəni tək evə gedə bilməzdi. Onu kimsə evə kimi ötürməli idi. İstintaqçılar əməliyyat tədbirləri davam edərək də paralel olaraq mərhum Sərxan Rəhimovun həyat tərzini öyrənməyə başlayırlar. Məlum olur ki, Sərxan Rəhimov 2 yaşından anasını itirərək analığı Xalidə Sultanova ilə yaşayır. Sərxan Rəhimov yaşayış yeri üzrə müsbət xarakterizə olunurdu və onun barəsində mənzil istismar sahəsinə və polis bölməsinə heç bir şikayət daxil olmayıb. Zehni zəifliyi var idi, amma bəzi nətər deyim, o ağıllı adamlardan yaxşı hərəkət edirdi, yaxşı rəftar. Qonşular hamısı xətrini istəyirdi. Bax, bölmədə hamısı bax deyə bilərlər, hamısı xətərlərini istəyirdilər. Kim necə, hamı ilə yaxşı rəftar eləyirdi. Sərxan xəstəliyi ilə qədər bir qədər çılğın xarakterə malik olsa da, o bu cür hərəkətlərə yalnız özünə yaxın bildiyi qohumlarının, yaxın adamlarının yanında yol verə bilərdi. Ümumiyyətlə o tanımadığı insanlardan qorxmuş, çəkinmiş və onlarla ümumiyyətlə ünsiyyətdə olmamışdır. Sərxanın ölümünün gecə vaxtına təsadüf etməsi onu deməyə əsas verirdi ki, Sərxan mütləq tanıdığı şəxs tərəfindən evinə müşayiət olunmuşdur. Belə ki, həm də istintaq materiallarına əsasən Sərxan gecələr tək gəzməkdən, qaranlıqdan qorxan insan olmuşdur. Nəhayət, həyata keçirilmiş istintaq əməliyyat tədbirlərinin nəticəsində məlum oldu ki, Sərxan Rəhimov 18 dekabr 2006-cı il tarixdə Xanlar Mirzəyevin işlədiyi kafedən çıxdıqdan sonra Suraxanski dairəsi istiqamətində hərəkət etmiş və Suraxanski adlanan yerdə fəaliyyət göstərən audio-video kasetlərin satışı mağazasına daxil olmuşdur. Həmin mağazanın satıcı işləyən Vüsal adlı şəxs tərəfimizdən müəyyənləşdikdən sonra istintaqa dəvət olundu. İş üzrə şahid qismində dindirilən Vüsal Abdullayev ifadəsində göstərir ki, o Hövsan qəsəbəsində Suraxanski adlanan dayanacağın yaxınlığındakı aristokrat marketin qarşısında bir mərtəbəli balaca tikilidə işləyir. 18 dekabr 2006-cı ildə axşam vaxtı dostu Vüqarla işdə olarkən tanışı müsafir Novruzov mağazaya gəlib qutap yeməyə getmələrini təklif edib.
Buna görə də o vüqarı iş yerində saxlayıb müsafirlə qutab yemək üçün Hövsan qəsəbəsindəki kafeyə gəlib. Orada qutab yeyib özü 100 qram, müsafir isə 200 qram araq içir. Daha sonra kafedən çıxıb iş yerinə qayıdır. Vüqar və müsafirin qardaşı Seymur isə Hövsan qəsəbəsində yaşayan ruhi xəstə olan Sərxan Rəhimovla mağazada olublar. Onlar öz aralarında söhbət edərkən gecə barına getmək qərarına gəlmiş, həmin söhbətdə iştirak edən Sərxan da onlarla birlikdə getməyi təkid etmişdir. Müsafir Vüsalla birlikdə Sərxanı da özləri ilə gecə barına aparmaq fikrinə gəlmişlər. Onlar 243 saylı marşrut avtobusu ilə Bakıxanov qəsəbəsindən Neftçilər istiqamətində gedən yolun üstündəki Aspetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən bara gəlirlər. Barda olarkən o Vüsalla xeyli pivə içir. Sərxanı isə pivə içməyə qoymayaraq, onun üçün stəkanda Coca-Cola içkisi alır. Bardan çıxarkən içkili vəziyyətdə olduğuna görə barın qarşısında yaşlı bir kişinin idarə etdiyi Vaz 2106 markalı maşınını saxlatdırıb, onunla Bakıxanov qəsəbəsinə gəlir. Yaxınlıqdakı mağazadan 2 şüşə pivə və 1 qutu West markalı siqaret aldıqdan sonra Vaz 21011 markalı taksi maşını ilə pivə içə-içə yaşadıkları Hövsan qəsəbəsinə gəlirlər. Müsafir adlı şəxsin müəyyən edilməsi məqsədi ilə müvafiq tapşırıqlar verildi və məlum oldu ki, Novruzov müsafir Hövsan qəsəbəsinin sakinidir. Müsafir tərəfimizdə müəyyənləşdirildi. Məlum oldu ki, müsafir ölkədən qırağa çıxmışdı. Yəni Azərbaycan Respublikasından çıxıb harasa başqa bir dövlətə getmişdi. Bu hadisədən hələ 2 ay əvvəl oktyabrın 15-də Bakı